옷이 샨뜩인데 뭐하러? 너 얼굴은 왜 그러냐? 한숨도 못 잔 사람처럼. 과음했잖아. Buradakı bəzi sözlərə və qrammatikalara nəzər salaq. Oşi çantığında moharo. Ot paltar deməkdir. İ isə mübtəda şəkilçisidir. Çantıq nəyisə dolu, ağzına qədər dolu olduğunu, çox olduğunu bildirir. İn də izah etmək üçün istifadə olunan qrammatikadır. Özündən sonra məsələn təzadlı bir məlumat gələndə, əks nəyisə bildirəndə də istifadə olunur. Mo, mod sözünün qısaltmasıdır. Nə deməkdir? Moharo, yəni nə etmək üçün, nə etməyə çalışırsan. Ro qrammatikası məqsəd, istiqamət bildirən qrammatikadır. Yəni paltarın çoxdur, nə üçün, nə etməyə çalışırsan mənasında. No olgurun ve kronya. No sən deməkdir. Olgur, üz, sifət. In mövzu şəkilçisidir. Daha çox nəyisə vurğulamaq üçün istifadə olunur. Ve, niyə, kronya elədir. Krota sözündəndir. Məsdər forması krota. Da atılır. Paçimdəki, yəni aşağıda yazılan h hərfi düşür. Nya ya da ni səmimi şəkildə sual verəndə istifadə olunan sonluqlardır. Ve kroni, ve kronya nəyə görə elədir deməkdir. Hansumda modcan saram çoram. Hansum ayrı-ayrılıqda bir nəfəs deməkdir. Burada qətiyyən yata bilməmək mənasında işlənib. Hansum ümumiyyətlə nəfəs, ah çəkmək mənasında işlənir. Məsələn, hansum şida, ah çəkmək. Do, dadə şəkilçisidir. Yəni, 1 qram da yata bilməmişəm kimi tərcümə eləmək olar. Mod, edə bilməmək qrammatikasıdır. Əgər an can desə, yatmamışam, yəni qəsdən olunan bir hərəkətdir. An dedikdə etməmək. Mod hada deyəndə isə edə bilməməkdir. Can, çada sözündəndir, yatmaq. Keçmiş zamanda olanda can olur. Bir növ bizim dildə fe'li sifat kimi götürülür. Yəni yatmış, can, saram, yatmış adam. Saram insan, adam deməkdir. Çorom kimi. Yəni qətiyyən yatmamış adam kimisən. Bu mənada. Qaım heccana. Bu hancalardan düzələn bir sözdür. Yəni Çin dilindən alınan heroqliflərdəndir. Onların hər birinin ayrı-ayrılıqda mənası olur. Qaım həddindən artıq içməyə deyilir. Qua keçmək, həddini aşmaq deməkdir. İsə içmək. Fe'lə çevirəndə ha da artırılır. Qaım hetta dedikdə keçmiş zamanda olur. Cana isə vurğulanmaq üçün istifadə olunan qrammatikadır. Artıq bilinən bir məlumatı vurğuladıqda bu qrammatikadan istifadə olunur. Yəni çox içmişdim də, yəni bunu artıq sən bilirsən, bu mənadadır.